ildə bir dəfə Ramazan ayı olmasaydı, çətin ki, aqibətimiz xeyirli olardı. İldə bir dəfə orucluq ayı olmasaydı, bizim imanda qalmağımız mümkün deyildi. Adam bilmir, necə minnətdar olsun, qucaqlasın, bağrına bassın Ramazan ayını ki, gəldin, nələr elədin ruhumda, nə qədər çirkabı təmizlədi, nə qədər zəif nöqtələri gücləndirdi, nələr yaratdı ruhda. Ləalləkum təttəqun budur, təqva peyvəndidir, peyvəndi. Ruhu tərtəmiz elədi. Sənin hünərin deyildi ya, bu Ramazan ayının hünəridir. Tutduğun orucun da hünəri deyil. Sən başqa aylarda da oruç tuta bilərsən, amma fikir verin, Ramazan ayı başqa bir şeydir. Bu ayın əzəmətidir, ayın ruh üzərində keçirdiyi əməliyyatlardır. Ayın ruhla təması Ramazan ayının möcüzə yaradır ruhda, möcüzə yaradır. Elə bilmə, oruç tutmuşam, orucu həmişə tutursan. Orucun savabı da var, fəziləti də var, amma Ramazan ayının, oruc Ramazan ayına köməkçidir sadəcə. Ramazan ayı özü gəlib ruh üzərində bu işi görsün. Ona görə deyir ki, biri xəstədir, oruç tutmur, ona da təsir edir müsbət. Məsələ təkcə orucda deyil, xəstədir, alimlərdən biri qəşəng söz deyir, deyir, bir Allahın əmri ilə oruc tutur, bir Allahın əmri ilə yiyir. Üçü də Allahın əmri, mühüm Allahın əmrinə itaət eləmək. Allah deyir, ye deyirsə, ye baş üstə. Mühüm budur. O deməkdir, oruç tutanlar hamısı üzürlü səbəbdən tutmayanlardan üstündür. Üzürlü səbəb varsa, Allah deyir, tutma. Amma oruc yenə də, Ramazan ayını, yəni həmin yenə də təsirini qoyacaq onun ruhunda. Çünki o bəndəli elədi, Allahın sözünə baxdı. Allah dedi ki, bəzən olur ki, bir ibadətə könül bağlayırıq, Allah gəlir, o ilə imtihana çəkir biz. Deyir ki, bu dəfə ye. Görək, qopacaqsan ondan, yox, yoxsa yox. Yoxsa ibadəti büt eləmirsən bəlkə özünə. Allahın qəribədir işləri insanlarla. Din yayıldıqca daha da çox güclənməsən, sabah gücün çatmayacaq. Cavanlıqdakı imanın yaşlı vaxtı dadıva çatmayacaq. Cavanlıqda sənin 3-4 dənə bağlılığın var, az dindarlıq səni qoruya bilir. Sən yaşlandıqca bunu artırmasan, o cavanlığın imanı öhdəsindən gələnməyəcək, yaşlılığın imtihanlarının qarşısında. Öhdəsindən gəlməyəcək. Sənin günün keçdikcə ruhun ehtiyacları artır, dünənki dindarlığın bu günvə kifayət eləmir.